Xəbər verdiyimiz kimi Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov həbs edilib. Bu barədə Səbail rayon məhkəməsində qərar qəbul edilib. Bir xəbər medianın məlumatına görə qərara əsasən istintaq orqanının təqdimatı əsasında Əmirov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Eldar Əmirov dövlətə xəyanət, dövlət çevrilişinə cəhddə ittiham olunur. Bəs kimdir Eldar Əmirov? Eldar Əmirov uzun illər Azərbaycan Milli Elmlər Akademiyasında müxtəlif vəzifələrdə çalışıb. O siyasi elmlər üzrə fəlsəfə doktorudur və uzun müddət Ramiz Mehdiyevin ən yaxın çevrəsində yer alıb. 2019-cu ildə Mehdiyev AMİA prezidenti təyin edildikdən sonra Əmirov akademiyanın strukturunda əsas fiqurlardan birinə çevrilib. Mətbuatda o AMİA-nın de facto rəhbəri Mehdiyevin sağ əli kimi təqdim olunur. Əmirovun kadr siyasətinə və institut daxili proseslərə ciddi təsir göstərdiyi, bir çox hallarda qərarların məhz onun vasitəsilə icra edildiyi deyilir. Məlumata görə Eldar Əmirov barəsində Daxili İşlər Nazirliyinə daxil olan çoxsaylı şikayətlər əsasında araşdırma aparılıb. İddialara əsasən o, AMİA-da vəzifələrin verilməsi və digər inzibati məsələlərdə maddi maraqlar müqabilində qərarlar çıxarıb. Hazırda onun fəaliyyəti ilə bağlı istintaq aparılır və araşdırmalar davam edir. Mətbuatda Əmirovun AMİA-nın kölgə rəhbəri kimi tanınan Ramiz Mehdiyevin prezidentliyi dövründə AMİA-nın idarəçiliyində əsas söz sahibi olduğu vurğulanır. O, elmi idarə etmə sistemini öz nəzarətində saxlayan, kadr təyinatlarında həlledici rol oynayan şəxs kimi təqdim olunur. Onun həbsi ilə bağlı xəbərlər AMİA-nın son illərdəki idarəçilik modelini və oradakı şəxsi maraqlar sistemini yenidən gündəmə gətirib.